Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Əziz dostlar, gözəl müsəlmanlar, gözəl insanlar. Elə indicə sübh namazının vaxtı girdi. Ona görə də yenə deyirəm ki, inşallah gözəl bir çəkiliş, bildiriş eləmək istəyirəm. Namazı qılıb sonra əməl etməsində insan, yəni ancaq 3-4 varaq oxuyacağım, əlimlə yazdığım. Qurana əsasən düşündüklərimi burada qeyd etmişəm. Yəni yaddaşımda elə bir güclü yaddaş sistemdə deyil ki, mənim yaddaşım elədir ki, bir şey, hər şey yox. Yəni elə elmlər var ki, onu hər kəs dərk eləmir. Ancaq başa düşmək istədiyimi dərk edirəmsə də, onu gözəl yadda saxlayıb ard-arda gözəl-gözəl danışa bilmirəm. Başqa digərinə çatdıra bilmirəm. Bir vaxtlar elə deyildim amma. İndi amma ona görə də əlimlə yazıram bir varağa və yaxud da kompüterdə sonra da onu oxuyuram üzündən. Çox vacibdir. İnşallah düşüncəmə görə lövh-i məhfuz yazısı nədir? Haqqımızda əvvəldən nə yazılıb? Bu barədə fikirlərimi bildirim. Çox vacibdir. Yəni, alın yazısı deyirlər, Allahı öz elədiklərini Allahın üstünə ataraq, Allah'a qarşı günah edirlər. Alın yazısı yoxdur. Lövh-i məhfuzda da Allah Taala buyurur ki, hər şey yazılıb əvvəldən müəyyənləşdirib. Bu nədir? O barədə istəyirəm bu çəkilişi edin və başlamışam. İnşallah siz də zikirdir bu, cihaddır inşallah. Yəni ki, inşallah sübh namazının da vaxtıdır. Bir-birimizi anlamağa, yəni əsas müsəlmanlar öz bildiklərini, digərlərinə də fikirlərini mənəvi və maddi dəyərlərini digərləri ilə paylaşıb, qurtuluşa yetməlidir adlı bir statuslardır. Həqiqətən də bu belədir. Bu əzmlə də hərəkətdəyim inşallah. Amin. İnsanın fitrəti nə deməkdir? Birinci ona nəzər salaq. İnşallah. Fitrət insanın ruhsal və mənəvi anlamda yaradılış özəllikləridir. Hər bir insan doğularkən İslam fitrəti üzrə doğulur və Allaha yönəlməklə fitrətə dönülür. Bu barədə Quranda 30-cu surənin 30 və 31-ci ayələrində var buyurulub. Hər şeydən uca Allahımız bizə bildirir ki, güldürən də ağladan da odur, yəni Allahdır. Öldürən də dirildən də Allahdır. 53-cü surənin 43 və 44-cü ayələrindədir. Hər şeyi hamıdan yaxşı bilən, bizi bizdən yaxşı tanıyan Allah istəyir ki, bəndələri cənnətə düşsünlər və orada kef etsinlər. Buna görə də buna nail olmağımız üçün açıqlayır 73-cü surənin 8-ci ayəsində ki, hər yerdə, hər an Rəbbini an, qəflətə sürükləyəcək hər şeydən sıyrılaraq bütün ruhunla, mənliyinlə ona yönəl ey insan. Ya 5-ci surənin 68-ci ayəsində deyəsən, Allah Taala buyurur ki, siz Qurana düzgün əməl etmədikcə, Allah tərəfindən məqbul sayılan və düzgün olan heç bir şey, qəbul edilən, məqbul sayılan heç bir şey üzərində deyilsiniz. Ona görə də diqqətimizi yönəldək, inşallah. Sonra da namazınızı qılaq, qılmayanlara da qismət olsun. Dilərsək, olar. Allah buyurur ki, Quranda həmişə diləyənə verər, yəni layiq gördüyünə, diləyər isə layiqdə görüləcək. Sidq ürəklə bunu istəməliyik, yaxşı şeyləri. Bəli, yaradanımız xeyir də, şər də yaradıbdır. Ancaq o insana şərə qalib çıxmaq üçün ağıl, iradə azadlığı, vicdan, kitab və peyğəmbərlər verib. Şəri yaradıbsa da.
Allah dünyanı yaradarkən hər şeyə bir ölçü, müddət, hədd təyin edib qoyub. Bu 65-ci surənin 3-cü ayəsindədir. Və kitabda Allahın dini, yəni düzgün həyat tərzi, dinbirlik həyat tərzidir, göstərilir kitabda, başa salınır və Allahın dini, yəni hənif Allahı birləyən, yəni olaraq yaradanın insanlar üzərində yaratdığı fitrətə dönmək, uyğun yaşamaqdır. Allahın dini. Allahın dini, yəni hənif İslam dini, yəni biz İslam dinini yaşayarıqsa fitrətimizə dönmüş olacaq. Sonra vacib nüanslara toxunaq, axırda yekunda başa düşəcək hər şey, yəni mənim demək istədiyimi siz anlayacaqsınız. Az qalıb bir dəqiqə. Canımda təlaş var ki, namazı tez qılın. Ona görə həqiqətən də bu da elə fitrətdəndir. Yəni Allahı sevən, Allahın sözünü əməl etmək üçün tələsirəm. Allahın sözü bizi çox özünə çəkir. Çünki haqq gözəldir. Bəli, belədir ki, digər dinlər fitrətə uyğun yaşamaq deyildir. Həmçinin gözəl Allahımız ona görə bizim pisliklərimizin həyata keçməsini çox vaxt təsdiqləyir və bu baş verir. Bununla da hərə öz əməlinin gürovu olduğuyladır. Başımıza gələn pisliklər ətrafın və öz əllərimizlə etdiklərimizin ucbatındandır. Müqəddəs gözəl Allahımız zərrə qədər də olsun belə pislik toxundurmur. Burada bildirim ki, yaşadıklarımız qismət adlanır. Yəni Allah təsdiqləyir və qismət adlanan o yaşadıklarımız, təzahürlər üzə çıxır. Yəni bizə təsiri olan bu var, amma alın yazısı yoxdur Qurana əsasən. Yaradanımız buyurur ki, başınıza gələn hər şey, var olan hər şey lövh-ü məhfuzda əvvəldən yazılıbdır. İndi izah edərəm. Əvvəlki cümləmdə olanı açıqlayın ki, Allah dünyanı yaradarkən bir senari yazıb sanki, ancaq rolları paylamayıb, rolları tanıdıb. Biz özümüz və başqalarının etdiyini Allahın üstünə atsaq, iblis kimi olur. Bəs lövh-ü məhfuzda nələr yazılır? Axı, yaradan Allah buyurur ki, hər şey əvvəldən lövh-ü məhfuzda yazılıbdır. Bu belə təsəvvür edək ki, indi mən bu öz təsəvvürümdür. Edək ki, bir qab kainatdır, onun içində olan yığıntı isə biz, yəni olanlar, gördüklərimiz. Hətta belə deyək ki, görmədiklərimiz də, yəni cinlər də görünmür axı. Onların da təsiri, yəni cin surəsi də var. Amma bilir sonra. Deməli, bir qabdır, təsəvvür kainat və onun içində yığıntı isə görünən və görünməyən, yəni əsasən görünənləri nəzərdə tuturam və çünki indi bilmirəm, ona aydınlıq gətirə bilmirəm bu dəqiqə. Nə dərəcədə görünən, nə dərəcədə görünməyən. Və bu yığıntı və qab həmişə çalxalanır. Yəni, hər şey hərəkətdədir bu anlamda. Və bu müqayisə kainatda hər şeyin öz surəti olduğu ilə dərəcələnir. Belə hesab edək ki, bir qabdır, o qabın da içində yığıntı var, hərəkət də var, qab da çalxalanır, içindəkilər də hərəkətdədir. Bu zaman nə baş verir? Hamı təsəvvür edə bilər. İndi hamısına aydınlıq gətirəcəm. Az qalıb qulaq, inşallah. Allahı sevən, mən elə özüm tanımadığım hər bir kəs də deməyim.
Axır ki, əvvəldən düz, yəni ayəni sevirəmsə, Allah sevirəmsə, indi də hər kəs elədi inşallah, mən də eləyəm. Allahın şahidliyi ilə deyirəm ki, inşallah deyim sizə qulaq asın, fikrinizi aşağıda yazarsın inşallah. Allah hər şeyi bilir. Əgər istəsəz yazarsınız, istəməsəz, heç kəs məcbur elə bilməz ki, kimsə bilirik də nəsə yazsın. İnan ki, təvazun məndə də bir dalğa keçdi bayaq sübh namazı ilə bağlı. İndi də dincəlmə getdi məndə, ona görə də belə öncəki cümlələr əmələ gəldi və keçək. Allah hər şeyi bilir. Buyurur ki, Allah, qulaq asaq inşallah. Allah buyurur ki, bizə yetən yaxşılıq da, pislik də Allahdandır. Ancaq pisliyə bulaşmamıza səbəb özümüzük. Sonra buyurur ki, yerə düşən elə bir yarpaq yoxdur ki, Allahın ondan xəbəri olmasın. Bəs Allahdandır dedik, bayaq da dedik, Allah zərrə qədər pislik etmir. Bu nə anlamdadır, nəyə gəlir, hansı fikrə? Allah hamısını Quranda açıqlayır, yəni mütəşabih ayələri və digər ayələr hamısı, yəni puzzle kimi yığılanda aydınlıq olur. Belə ki, həqiqətən də Allah təsdiqləyərsə, o pis şeylər olur. Bunu bayaq da, indi də Allaha qurban olun. Gülməli gələcək bəlkə danışığına. Amma gülməli deyil. Görün hansı cümlənin üzərindəyik. Buyurur ki, sizə yetən yaxşılıq da, pislik də Allahdandır. Ancaq pisliyə bulaşmağınıza səbəb özünüzsünüz. Sonra buyurur ki, Allahımız, sona qədər diqqət etsək, anlayacaq bir-birimizi. Sonra buyurur ki, Allahımız, yerə düşən elə bir yarpaq yoxdur ki, Allahın ondan xəbəri olmasın. Bəzən evlənənlər Allahın köməyi ilə olur ki, bu da izdivaclar Allahın yenə də iradə azadlığı, Allahın bizə verdiyi iradə azadlığımıza gəlib çıxır. Yəni biz deyirik, evlənənlər bu alın yazısıdır, Allah etdi. İndi bir dəqiqə. Yəni insanın ürəyini Allah bilir və bunu ona qismət edir. Quranda kimlərlə evlənməyi vacibliyini də buyurur Allahımız, bildirir. Həmçinin kiminlə ailə qurması haramdır, hansı hallarda boşanmaq lazımdır, haqqında da bildiribdir. Allah, yəni, ürəyimizə əsasən də haqq hesab çəkəcəkdir. Üzə çıxartmasaq belə ayələr var hamısı. Bunlar hamısı ayələrə əsasəndir. Yəni, haqq hesab çəkəcəkdir. Yəni, bu dünyada da, o dünyada da Allahımız var. Allahı ateistlər də bilirlər. Heç kəs təkəbbür edir. Deyə bilməz ki, Allah yoxdur. Hamı bilir. Allaha qurban olun. Ya Allah, ardın oxuyaq. Oxuyum ki, yəni, heç kəs deyə bilməz, alın yazısı var. Hardan götürürlər bunu? Quranda elə şey yox. Alın yazısı yox və lövh-i məhfuz yazılar var. Allah hər şeyi əvvəldən təyin edir. Yaxşı, onda bu fikrə yanaşmamız düzgün olmalıdır. Ayırt etmək üçün ki, Allah deyir, ağlınızı işlədin, yoxsa pisliyə bulaşarsınız. Allah heç kəsi çəkə biləcəyindən artıq yükləməz. O, bayaq müqayisə etdiyimiz qabın içindəkilər hərəkətdədirsə, yəni biz gəlib qabın divarına dəyəndə geri düşürük. Yəni ki,
Yəni, heç kəs uşaq deyil ki, ona belə deyək, uşaqlar üçün əcəl desən, yaxud mən biraz qısaltmışam, yəni geniş izah eləmirəm üstündə. Fikri deyib keçirəm, amma hamısı məntiqə əsaslanır. Yaxşı, onda bunu deyim, baxaq. Deməli, əgər müqayisə etdiyimiz qabın içindəkilər hərəkətdədirsə, yəni biz yəni orada bizi təsəvvür edirdik. Və gəlib qabın divarına dəyəndə geri düşürük, atılırıqsa, anlamda anlaşılmazlığa düşürük, geri atılmamızla bağlı. Və yəni istədiyimizi, iradə azadlığımızla etdiyimizi bizə görürük ki, alınmır, başqa şey alındı. Bəli, qabın belə divarına dəydi və məsafə oldu. Hər şey dəyişdi. Yəni, o zaman irəli gedə bilmiriksə, hansısa bir qüvvə dəyişirsə səmtimizi, o tərəfə keçə bilmədiyimiz yolun sonunu da qismət deyirik. Bu qismət Allahın bizi nizam-intizamlı sistemdə qorunduğumuz, bu divarın qabına dəydik, düşdüyə, dala, arxaya keçə bilmədiyə, qorunduğumuz, yaxud da sonumuzun olduğu məqamlardır. Bəs fikir verməli olduğumuz daha nədir? Odur ki, bizim iradə azadlığımızla etdiklərimizi Allah təsdiqləyərsə, onlar baş verir. Allah təsdiqləyərsə, iradə azadlığımızla etdiklərimiz baş verir. Belə deyək ki, qabını dəyəndə elə də Allah hərəkətlə gedirdik, fikrimizdə də nəsə var edirdik. Allah təsdiqləmədi. Çünki hər şey üçün bir hədd, müddət təyin edib, ölçü təyin edib. İnsan da Qurana əsasən, insan hər istədiyinə çata bilməz. Allah təsdiqləyərsə onlar baş verir. İndi ən mühüm olanları da anladım ki, bununla da sona çataq. Yəni, videonun sonuna az qalır. Bir varaq qaldı oxuyun, bir varaqdan az. Əvvəlcədən müəyyənləşdirilmiş yazılar o deyil ki, mənim başıma bu, sənin başına o gələcəkdir. Məncə bu belədir ki, inanıram dediyimə, xeyirlərin və şərlərin ölçüsü, forması Allah tərəfindən əvvəlcədən lövh-i məhfuz yazısında qeyd olunub. Kim nəyə meyl edərsə, lövh-i məhfuz yazılarında kim nəyə meyl edərsə, onun aqibəti olacaqlar qeyd olunubdur. Yəni, belə təsəvvür edək də, yəni mən qısaltmışam, fikrimi yazmışam, izah eləməmişəm. Ona görə qəribə görünə bilər. Amma baxın, birinin inşallah salamatçılıq olsa, vaxt geniş olanda gözəl söhbətlər edərik. Yəni ki, belə deyim də, kim nəyə meyl edərsə, lövh-i məhfuz yazılarında onun aqibəti, yəni olacaqlar qeyd olunubdur. Yəni, tutaq ki, mən istəyirəm, gedim, mednusda girim, yaxud o biri, məsələn də, o yazırıq da, harasa düşürük, iminini istədiyimizə gedib düşə bilmirik, düzdürmü? Allah da bilir ki, lövh-i məhfuzda, mənim fikrimdə, Allah lövh-i məhfuzda yazıb hər şeyə. Yəni ki, sevinç gedib, mednusda getsə, orada məsələn kimi görsə, orada kimlə neynəsə, nəyə yaxınlaşsa, nə baş verəcək, yaxud apiyə girsə, yaxud süpürgəçiliyə getsə, hara getsə, orada sevincin nə ilə, kimlə rastlaşsa, necə münasibət etsə, nə münasibət görsə, nə yaşanacaq. Bunların hamısını Allah qeyd edib. Ancaq onu lövh-i məhfuzda qeyd eləməyib ki, kimsə gedib oğurluq edəcək,
Sonra da o düz elə o şey ola bilərmi ki, Allah bir adama pisliği, cənnət arzuluyor, cənnət vermək üçün bu qədər yəni çalışır, kitab verir, peyğəmbər verir, insanı ağıllı yaradır, hər şey verir, ruzu verir, istiqamət verir ki, adam cənnətə düşsün. Bəs belə ola bilərmi ki, Allah götürüb insanı götürsün, pis yaratsın, əvvəldən sonra salsın cəhənnəmə. Elə şey yoxdur, heç bir əsası məntiq elə şey çağırmır. İnanmayan, yalan danışır onu deyənlər ki, yəni alın yazısı yoxdur və tamam az qaldı. 2-3 cümlədir. Fikrimi əsaslandırım ki, belə ki, kimin yaxud nəyin, kimə yaxud nəyə, necə və yaxud nə, başlayın. Hamıda səhv olur da. Belə ki, kimin yaxud nəyin, kimə yaxud nəyə, necə, nə üçün yaxınlaşdığında, nələrin baş verəcəyini Uca Allah dünyanı yaradarkən qorunan yazıda yazdırıbdır və heç bir şey nəzərdən qaçırtmayıbdır. Odur ki, bilməliyik ki, nizam-intizamlı sistemlə qurulan dünyada hər şey bir ölçüyə, müddət, həddə bağlıdır. Yaradılanların da bu ölçülərdən və təyin olunmuş müddətlərdən asılılığı vardır. Mən varaqları 2-2 atmadımsa, xeyir və şərin Allahın yaratdığında yəqin yazmışdım. Elə bir indi qocalmışam nədir? Get-gedə. İndi yadıma salmaq istəyirəm. Çox xeyir işlər barədə dedim ya yox. İnşallah ki, varağı 2-2 birləşik yazmamışam. Sağ olun, hələlik. Allah ibadətlərinizi, gözəl ibadətlərinizi qəbul eləsin. Allaha olan ibadətləriniz gözəldir. İnşallah davamlı olun. Allah buyurur ki, sizi və cinləri, insanları və cinləri ona ibadət etmək üçün yarattı.